Ana şehidin gelir, başını dik tut ağlama. Qara giyin yasını tut, yüreğini çok dağlama. Balam yardan ayrı düşüp, balasından ayrı düşüp, kan içinde azap çekip, onu berk berk kucaklama. Evinin çırağı sönüp, ümidin esrete dönüp, gözlerin kanla dolup, kurbanın oldum ağlama. Evinin çırağı sönüp, ümidin esrete dönüp, gözlerin kanla dolup, kurbanın oldum ağlama. Ne olur ana can ağlama. İncitme balan yatır, sevgisi talan yatır. Ana şehitler ölmeyir, yeri her an kalbimizde. İndi yatır şirin şirin, mekanında cennetinde. Aziz şəhid ailələri, hörmətli müharibə iştirakçıları, şəhidlərimizin əzizləri, yaxınları, doğmaları, hörmətli şəhid sakinləri, şəhidimizin qonaqları bugün Vətən uğrunda canını fəda edən iki şəhidimizin portret tədbirini qeyd üçün burada toplanmış. Birinin doğum günüdür, birinin anım günüdür. Özü də bir təsadüfdür. Bu mənada ki, hər ikisi uzun illər ərzində itkin düşmüşdür. Ama şükürlər olsun ki, son 2 ildə ardıcıl olaraq tapılar öz ata-baba yurdlarında, elə öz ata-baba yurdlarında itkin düşmüşdülər. Amma doğulduqları, boya başa çatdıqları məkanda dəfn olundular. Allah hər birinin ruhunu şad etsin. İnşallah ki, bak buradaki o boş sıra məhz itkin şəhidlərimizin məzarları ilə tamamlanır. Sağ olan varsa da qismətin taleyi ki, Allah bilir, amma şəhidin statusu veriləndən hamımız bilirik ki, artıq hərdən heyətlər nəticəsində ölümü təsdiqlənmiş şəxslər. Ona görə də yəni status verir. Və təbii ki, burada bizim əsasən 2-ci Qarabağ müharibəsində müharibə iştirakçıları, müharibələr toplaşıb, hər iki şəhidimiz həmin dövrdə şəhidlik zirvəsinə olub, hər iki şəhidimiz çox böyük bir döyüş yolu keçib, çox çətin bir şəraitdə Azərbaycan yeni müstəqil olmuşdur. Ölkədə baş verən çaxnaşmaların fonunda, eyni zamanda cəbhə xəttindəki maddi texniki bazanın, digər hərbi vasitələrin, sosial təminatın zəif olduğu vaxtında öz şücaətlərini, qəhrəmanlıqlarını əsirgəmədilər. Gələcək nəsillər uğrunda burada toplanan elə hər birimizin bugün Azərbaycanda firavanlıq, sülh-əminamanlıq şəraitində yaşayan hər kəs uğrunda və canlarını vətən yolunda fəda etdilər. Necə ki, biz burada onlar üçün toplanmışıq, hər birimizin məqsədi, amalı birdir. Onların xatirəsini uca tutmaq, yaşatmaqdır, əbədi saxlamaqdır. Çünki onlar Azərbaycan üçün, Azərbaycan xalqı, milləti üçün tarixdə misli görünməmiş bir müdafiəni həyata keçirən insanlar oldular. Tarixdə misli görünməmiş bir, belə deyim, müqəddəs vəzifəni həyata keçirənlər oldular. Həmin dövrdə təbii ki, düşmənin niyyəti bütöv Azərbaycanı işğal etdilər. Onlar Qarabağı iddia eləsələr də ətraf rayonları işğal edildilər. Bu işğalın qarşısı bu iddiaların sayəsində dayandırılmasaydı, həmin dövrdəki müharibə iştirakçılarının sayəsində dayandırılmasaydı, onlar bugün üzərində dayandığımız bu torpaqları da işğal edəcəkdilər və təbii ki, ondan sonra torpaqları geri qaytarmaq işarəsi artıq belə deyək, sual altında bir işarə olaraq qala bilərdi. Amma bütün çətinliklərə baxmayaraq, Azərbaycan ordusu, Azərbaycan xalqı, hansı ki öz milli mənəvi dəyərlərindən irəli gəlir, bu xarakter, bu xüsusiyyət bizim insanlarımızda vətənin keşiyində layiqincə dayandılar. Son nəfəslərinə deyil, son güllələrinə deyil, son taqətlərinə deyil, layiqincə dayandılar
və torpaqlarımızı müdafiə edildilər. Və bu igidlərin, həmin döyüşçülərin döyüş yolunu, qəhrəmanlıq nümunələrini misal götürərək, nümunə götürərək, örnək götürərək sonraki dövrlərdə aparılan hərbi əməliyyatlarda, xüsusilə də 44 günlük Vətən müharibəsində gənclərimiz torpaqlarımızı işğaldan azad edə bildilər. Əminik ki, şəhidlərimizin hər birinin ruhu şaddır. Birinci ona görə ki, onların qanı yerdə qalmır. Onların qardaşları onların hissəsidir. İkincisi, biz qələbə qazanmışıq. Ən əsası, ən vacibi də budur. Artıq böyük bir zəfərin, belə deyək, şahidləri, çox gözəl, xoşbəxt bir dövrdə yaşayırıq. Düzdür, şəhid ailələri üçün, yaralılarımız üçün, əlillərimiz üçün çətindir. Onların qarşısında biz ifadəni işlədəndə də bəzən çəkinə-çəkinə, utana-utana işlədik. Amma ümumilikdə məsələyə kənardan baxanda, böyük bir pəncərədən baxanda biz həqiqətən xoşbəxt xalqıq. Çünki bizim xalqın nümayəndələri, insanları, yenə deyirəm, öz milli mənəvi dəyərlərinə yol gələrək, öz ailə tərbiyələrinə yol gələrək hər zaman düşmən qarşısında bir-birini müdafiə etməyə, gələcək nəsillər, övladlarımız üçün bu vətəni, bu torpağı müdafiə etməyə, vətənə sadiqliyini, sədaqətini göstərməyə hazırdır. Biz bunu dəfələrlə şahid olmuşuq. İstər müstəmləkəçilik dövrü olsun, Sovet işğalı altında olanda, istər müxtəlif soyqırımlar, faciələr törədiləndə Azərbaycana qarşı heç vaxt xalqımız haqq səsini boğmadı, qısmən. Hər zaman haqqı söylədi. Bütün belə deyək, tədbirlərimizdə, beynəlxalq tədbirlərdə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində təbii ki, bütün dünya qəbul elədi ki, 7 illiklə Qarabağ və ətrafında işğal olunan rayonlar Azərbaycanın suveren əraziləridir. Düzdür, hər hansı beynəlxalq güclərin hesabına bu müstəqilliyi biz əldə etmədik. Beynəlxalq güclərin hesabına biz torpaqlarımızı işğaldan azad etmədik. Məhz Azərbaycan zabitinin, Azərbaycan əsgərinin, Cəmilin, Elmanın sayəsində, onların simasında bütün şəhidlərimizi, bütün müharibə iştirakçılarının, müharibə əlillərinin sayəsində bu torpaqlar işğaldan azad olundu. Artıq suveren və ərazi bütövlüyünün təmin olunan bir dövlətdə yaşayırıq. Bundan sonra təbii ki, inşallah sülh prosesi həyata keçirilir. Qoy sülh olsun inşallah. Qoy bundan sonraki nəsillər müharibə görməsin. Müharibənin təbii ki, dəhşətləri, stresi, sıxıntısı, bütün bunlar heç bir halda, heç bir dövlətə, heç bir insana fayda gətirmir. Həm insanı ömrünü qısaldanmışdır. Dövlətin də iqtisadiyyatını zəiflədəndir. İnsanlarla bağlı siyasətini həyata keçirməyə mənfiyyətlər yaradan səbəblərdir. İnşallah ki, gələcək nəsillər hər zaman burada toplanmışıq, şəhidlərimizi xatırlayırıq. Bunu bir ənənə, nümunə olaraq, örnək olaraq ötürdük. Burada olan hər kəsə öz minnətdarlığını bildirirəm. Hər kəs sağ olsun ki, bugün çox böyük bir işin bir parçası. Buradakı adam sayının heç bir önəmi yoxdur, heç bir fərqi yoxdur. Bu ənənə Azərbaycanın bütün qanunlarında, bütün şəhərlərində, bütün kəndlərində həyata keçirilir. Bu, Azərbaycanın gələcək nəsilləri, burada olan uşaqlar, hansı ki, məktəblərdən də müxtəlif vaxtlarda, hansı şəhidlərimizin xatirə tədbiri olsa da, olmasa da, ümumi üzün günlərində olsa belə, bayramlarda olsa belə, bura mütəmadi ziyarətlər təşkil olunur və həmin uşaqlar, həmin gənclər öz qəhrəmanlarını tanıyırlar. Öz, belə deyək, ideallarını məhz şəhidlərimiz üzərində qururlar. Onlardan nümunə örnək götürürlər. Çünki onların xüsusiyyətləri mərdlikdir, igidlikdir, şücaətdir, qəhrəmanlıqdır. Onların o xarakterləri bütöv bir nəslə, belə deyək, bütöv bir Azərbaycan xalqına, gələcək nəsillərə hər zaman örnek olmalıdır. İndi insanlar müxtəlif sahələrdə işləyirlər. Biri idmançıdır, biri təhsil sahəsində çox böyük nailiyyətləri olur. Hər hansı bir insan öz peşəsində hər hansı bir nailiyyəti olur ki, bəzən kimsə övladına misal gətirir. Amma şəhidlərimizi, yəni belə deyək, idman sahəsində böyük bir nailiyyəti olanı başqa bir idmançıya misal gətirirlər. Təhsil sahəsində olanı başqa bir təhsil nümayəndəsi. Amma şəhidlərimiz yeganə şəxsiyyətlərdir ki, onlar bütöv, yəni peşəsindən, yaşından, cinsindən asılı olmayaraq, bütün belə deyək, hər kəsə nümunə örnəkdir, hər kəsə misal gətirir.
və bütün müsbət xasiyyətləri, xüsusiyyətləri, keyfiyyətləri özündə birləşdirən bu oğulların, bu qəhrəmanların qarşısında baş əyirik. Allah ruhlarını şad eləsin. Allah ailələrinin səbir versin inşallah. Allah dövlətimizi, millətimizi, ordumuzu, Ali Baş Komandanımızı qorusun. İnşallah bir daha qeyd edirəm. Mən xatırlayıram Cəmilin xatirə lövhəsinin açılışında, barelyefinin açılışında biz dua eləmişdik ki, inşallah Cəmilin xatirə tədbirlərini növbəti ildə, yəni tezliklə tapılar. Bu arzunu niyyət eləmişdik. Belə bir qismət də oldu ki, yəni bizim 25 itkin şəhidimiz var, onun ikisi tapılır. Belə qismət oldu ki, Cəmil tapıldı duamızın üstündən. İstər-istəməz insan, belə deyim, şəxsən mən kövrəldim. Yəni, belə deyim, o sevinc hissindən mi deyim, sanki o duamızın qəbul olunduğunu biləndə necə hisslər keçirirsə, həmin şeylər idi. Allah hər birinizə onu şad eləsin. Allah səbir versin, hər birinizə minnətdarım. Tədbirdə İnşallah bundan sonra digər şəhidlərimiz elə onu deyəcəkdim. Burada dua edək ki, hamısı tapılsın. Bizə böyük sevinclə, böyük qürurla, böyük fəxrlə, onların müqəddəs ruhu, məzarları qarşısında xatirələrini yaşadaq hər zaman. Tədbirdə bizimlə şəhid ailələri, şəhid ataları iştirak edir. Mən çıxış üçün sözü belə Rəşadlar kimi alim müəllimə vermək istəyirəm. Buyurun. Sağ olun, söz verəcəksiniz. Sizə təşəkkür edirəm. Şadın olur başında baş verir. Oradan da bugün çıxış eləmək çətindən də çətindir. Niyə görə? Başqa şəhidlər şəhid olan kimi onu gətirib dəfn edirlər. Və dəfn olunandan sonra onun üstündən həm anası, həm də doğma rəbələri öz ürək sözlərini, göz yaşlarını tökərək dilə gətirir. Ancaq bu iki gənc, iki qəhrəman bu müqəddəs torbağa biraz gec gəldi. Bəlkə də Allahın yazısı bəşəli vaxtında da gəldi. Çünki ona görə ki, bu müharibə ərəfəsində mənim dayım oğlu da əsir düşmüşdü. Onu axtaranda mən getdim KGB-yə, KGB-nin sədrinin qəbuluna. Dedim ki, belə dedim növbəsə, dedim ki, erməni deyir ki, mən Qobustanda, Sərkis haqqında erməni əsri var. Onu qaytar günə bizə, biz sənə 5 dənə Azərbaycanlı verəcək. Dedim ki, 5 dənə Azərbaycanlı verə bilərək biz ona. Bir dənə Sərkisi verək, 5 dənə Azərbaycanlı versin. Dedi, yox, 10 dənə Azərbaycanlı versin, biz Sərkisi verə bilərik. Dağlı müəllim, o Sərkis elə bir adamdır ki, ayağı Ermənistan torpağına deyən ki, onu Ermənistan milli qəhrəmanı verir. Allah bu gənclərin canını sağ eləsin, ömrümüzün olsun, sonra o qayıqlı İran tərəfindən qırmızı paslar meseliyinə gəldi. İndi bunlar gələndən sonra onu Qobustan türməsində saxladılar, sonra sağlayırlar, məsələn, təmir tutdu. Bunlar da orada mənim ürəyimə gələni deyir. Bunlar bütün ki, əsas fikirlər, onlar bütün ki, bunlara işgəncə verirlər, sonra öldürürlər. Ancaq bunlar vətəni, anası heç vaxt satmır. Bunlar qəhrəmanlardır, qəhrəmandır. Çünki bir qarmanlı bir əslan kimi usuluyur, Allah'a çağırır. Gör bunlara nə qədər işgəncə verirlərsə, vətən sevgisi, ana sevgisi bunların bütün ağır acılarının üstündür. Vətəni satmırlar. Vətəni satırlar, bəlkə bunlar taxtalarlar, orada hardasa bir sürtəli yaşayacaqlar, onlar göstərər, Azərbaycan əsəri çəkib Ermənistan tərəf. Ancaq bunlar onlarla bunlar qəhrəmanların qəhrəmanıdır. Bunun qəhrəmanın qarşısında baş verirəm. Allah canını sağ olasın, ömürlərin uzun olsun, atasının, bunun ki, gözləri yoldadır. Bir o qazarda Əbdülkərim Qasaq olub, onu gətirirlər edam eləməyə, dar ağacının asmağa. Buna son söz verirlərsə, son sözü düyünlə həyata keçirir. Baxır, görür ki, o cəmiyyətin içərisində anası da durub orada baxır. Deyir, ana, istəyirsən ki, mən cənnətə düşəm, arxamca ağlama. O da deyir ki, Allah Əbdülkərimi dünya gətirən ana ağlamaz. Mən onlara deyirəm ki, ağlamayız. Belə qəhrəman balaların anası ağlamaz. Ana balalarından da qəhrəman olmalıdır. Analar göz yaşlarını tökməməlidir. Ayrılıq deyir, ayrılıq ən şeydir, ölüm dövür, şəhadətdir, dünyasını dəyişir. Ancaq ayrılıq insanların hamısını kövrəldir. Onu analara səbir dilərim, Allah'tan uzun ömür arzulayıram ki,
Sağ olsunlar ki, belə evlatlar dünyaya gətirirlər. Sağ olsunlar da Allah onu şad etsin ki, belə qəhrəman olurlar. Canlarını veriblər, ancaq sırrı vermirlər. Sağ olsun. Sağ olun. Yeni Azərbaycan Partiyasına hər zaman olduğu kimi nümayəndələr iştirak edir. Çıxış üçün sözün artıq. Çox sağ olun. Tədbir iştirakçılarını salamlayıram hər birini. Bu günləri biz iki şəhidimizin tədbiri ilə əlaqədar olaraq bura gəlmişik. Bir şəhidimizin anım günüdür, bir şəhidimizin doğum günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun, yaxınlarına, əzizlərinə, doğmalarına Allahdan səbir diləyirəm. Allah rəhmət eləsin. Amin. Çox sağ olun. Şəhər Hərbi Komissarlığından iştirak edən nümayəndələrimiz var. Buyurun. Biz də Şirvan Şəhər Hərbi Komissarlığı adına şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyir. Allah məkanlarını cənnət etsin, ailələrini də səbir arzulayır. Allah rəhmət etsin. Sağ olun. Bizim tədbirdə müharibə əllərimiz var. Rəhman müəllim, buyurun. Çıxışın sözü sizə. Sağ ol, teşekkür edirəm. Yəni, müəllim düz buyurdu. Deyir, torpağa əkib becərmirsənsə, qorumağa dəyməz. Qorumursansa, əkib becərməyə dəyməz. Biz bir il bundan qabaq arzu elədik ki, nəşi tapılsın. Mən onda da çıxışda dedim, bir Allah şahiddir ki, 94-cü ilin yanvar ayında alim kişi düz deyirsən. Rəhmətli Qəsudov Yaşas İsmailoğlu. O şəhid olanda onda Cəmiz sağ idi. Telman sağ idi, Babayev Telman. Bunları çox güman ki, Ağdam uğrunda gedən döyüşlərdə əsir götürüblər və Şuşa ətrafında orada da dəfn ediblər. Oradan da nəşi tapıldı, gətirdi bura. Allah rəhmət eləsin, sevindirici haldı. Tapdıq, yəni ziyarətgahımız oldu. Allah cəmi şəhidlərə rəhmət eləsin. Amin. Amin. Çox sağ olun. Başqa çıxış etmək istəyən varsa buyursun. Allah rəhmət etsin. Əgər yoxdursa, belə deyim. Allah ruhunu şad eləsin hər birini. Allah cəmi şəhidlərimizə İnşallah. rəhmət eləsin, məkanlarınızı. Allah hər birinizə can sağlığı versin. Hacıya deyə bir Fatihə versin. Ümumi. الله آمين اللهم صل على محمد وآل محمد السلام عليك يا أيها الشهداء السلام عليكم يا أهل أيها الشهداء بلغ اللهم إلى روح المرحوم المغفور المعلوم بنبي وآله وبالفاتحة بسم الله الرحمن الرحيم Allah rəhmət eləsin. الله رحمة الله Allah səbir versin.